Bu işin çox asan olacağını düşündüm. Mən düşündüyüm qədər asan deyilmiş. Aboyları aldım ki, özüm vuracağım, çəkiliş edək də. Dayı bizə 2 günlük qonaq gəlmişdi, fürsətdən istifadə etdim və gətirdim ki, dayı mən aboy vuracağım, sən də mənə kömək elə. Nə desin, heç nə. Qolumuzu çirmələdik və başladıq işə. İlki videoda da görsənir, çox vaxtımızı aldı. Doğrudan siftə əl alışana qədər çox çətin oldu. Əlimdə gördüyünüz kimi tort ləvazimatı alətidir. Tort sıvamaq üçün ondan istifadə elədim. Bu mebelləri isə dayı həm sökdü, həm yerinə yapışdırdı. Onu bacarmazdım. Aboyda isə artıq ustalaşmışdım. Aboyları kleyləyirəm və baraya yapışdıram. Bu cür havalara çıxardıram. Tortun üzərini sıvamaq üçün olan alətlər. Gecə yatdıq və səhər durduq. Artıq dayı getmişdi. Qalan iş qalmışdı mənə. Necə edim, bir tərəfdən başlamaq lazım idi. Mən də qapının arxasına bu cür mebelləri götürdüm. Tort ləvazimatlarımı götürdüm. Mebel çəkdim və o hissəni boşaltdım. Restoranlayıram burada və aşağı hissələrdə emisiya qalmışdı. Onları bıçaqla təmizlədim. Daha sonra yenidən kleyi hazırlayıram. Kleyi su ilə qarışdırıram və hazırlayıram. Daha sonra aboy vurmaq lazımdır. Düzü artıq alışdığım üçün mənə o qədər çətin gəlmədi. Biraz işim asan oldu. Aboy kley vururam. Daha sonra baraya yerləşdirdik. Və bu cür havasını çıxardıram hər tərəfdən. Burada rozetka var. Həmin hissəni kəsib götürdüm və gördüyünüz kimi bu cür artıq olan hissələri kəsib kənarlaşdırıram. Daha sonra qalmışdı mebelin baş hissələri eyni qayda ilə. Öncə barını kleylədim. Daha sonra aboyda kleyləyərək yapışdırdım. Az hissə qalmışdı və daha sonra bu yerdə qalan görüntü. Ətraf darmadağın idi. Buranı yığışdırıb təmizləmək lazım idi. Necə edək? Tək qalmışdım və gün artı idi artıq. Uğur məktəbdən gəldi, acmışdı və dolma bişirdim. Həmçinin ətləri də bu cür yerləşdirdim soyuducuya. Aboyları çəkib bitirdikdən sonra ətrafı yığışdırmaq lazım idi. Öncə yerə tökülənləri təmizlədim. Daha sonra mebeli yavaş-yavaş yerinə yerləşdirməyə başladım. Yeri sildim, mebelin üzərini təmizlədim, ləvazimatları yerləşdirdim. İlk öncə təbii ki, öz işim olan tort ləvazimatları, daha sonra ortalığa başladım bu cür səliqəyə salmağa. Ara yerdə saatın üst şüşəsi qırıldı, artıq o şəkildə astım divara və ətrafı təmizləməyə başlayıram. Düzü bu qədər dağınacağına ağlıma belə gətirməzdim. Ətraf əməlli başlı dağılmışdı və toz içində idi. Yenidən mebelin üstünü tərtəmiz silirəm, təmizləyirəm. Mebelləri hamısını yerindən yerinə yerləşdirirəm. Xalçanı sildim, təmizlədim, gətirdim. Gülümüzü yerləşdirdik. Dekorun üzərində bu cür dekorları əlavə edirəm. Yeni dekorlar almağı təbii ki, düşünürəm. Bilirəm ki, qeyd edəcəksiniz ki, başqa dekorlar təbii ki, almağı düşünürəm. Və bu da son nəticə. Necə, dəyişimi bəyəndiniz? İnanın ki, çox işıqlı və çox gözəl, fərah bir otağım oldu. Mən çox sevdim. Və bu güşədə mənim tort ləvazimatlarımdır. İnşallah bu şkafın içinin düzənləməsində video çəkib bölüşəcəm. Siz necə, bəyəndiniz?